Həmkarlar İttifaqları Konfederasiyasında vəzifə verilən dost tanışlar, işsiz qalan əməkdaşlar. Bizim əlimizdə bir neçə bu barədə məlumatlar var. Bu barədə biz danışacağıq növbəti materiallarda. Amma bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm ki, Rasim Süleymanov Musavat.com-a müraciət edib. Ajansaz olaraq da biz bu materialı təqdim eləmişik və materialda bildirilir ki, Ülfət qəzeti bağlanandan sonra Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi həmkarları işsiz qoyub, onların hüquqlarını ayaq altına atıb. Mən istəyərdim ki, siz ajansaza daxil olub Həmkarlar İttifaqında baş verən bu hadisə və şikayətlə bağlı tanış olasınız. Ajansazın əsas hissəsində, saytın əsas bölməsində siz bu xəbərlə tanış ola biləcəksiniz. Və burada vurğulanır ki, bəs Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Sahib Məmmədov o şəxsləri qəbul eləməyib, onların fikirlərinə, müraciətlərinə baxmayıb, öz iş yoldaşlarını, dost tanışlarını, keçmiş iş yoldaşlarını gətirib Həmkarlar İttifaqında işə düzəldib və burada bir çox ittihamlar var. Sahib Məmmədovun ünvanına Musavat.com-da çap olunub və bundan sonra biz ajansaz olaraq həmin materialı istinadla təqdim eləmişik və siz ajansaza da daxil olaraq bu barədə ətraflı məlumat ala bilərsiniz. Həmkarlar İttifaqları Konfederasiyasından şikayətlər var və o şikayətlərlə bağlı mən gələn həftə təqdim eləyəcəm. Bəzi materialların dəqiqləşdirilməsi gedir. Çünki çox sayda insanların işsiz qalması və bəzi şikayət edən insanların yenidən işə qaytarılması və digər faktlar var. Mən öncədən demək istəmirəm. Çünki bu barədə gələn həftə ərzində sizə dəqiq, ətraflı məlumat verəcəm. Çünki məlumatların dəqiqləşdirilməsi hazırda həyata keçirilir.